Deməli, əziz dostlarımız, bir məsələyə toxunmaq istəyirəm ki, COP30 Avropa dövlətində necə keçirildi və böyük bir faciə oldu. Yanğınlar oldu, çox acanacaqlı bir tədbir oldu. Çox təəssüflər ancaq. COP29 Azərbaycan dövlətində keçirildi. Bəli. Bəzi xarici dövlətlər də COP29 ilə bağlı olaraq boykot etmək istədilər. Ancaq o da alındıra bilmədilər. Şükürlər olsun ki, xarici dövlətlərin prezidentləri də Azərbaycana gəldi, diplomatlar da gəldi, xarici müşahidəçilər də, xarici jurnalistlər də, beynəlxalq jurnalistlər gəldi. COP29 ümumi Azərbaycanda yüksək səviyyədə keçirildi. Bəli. Təşəkkür bildirməliyik ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə nə ki, həqiqətən də yüksək səviyyədə dövlət təhlükəsizliyini qorundu. Mən buna da ümidvaram ki, inşallah COP31 Türkiyə dövlətində keçiriləcək. Türkiyə dövlətində də COP31 yüksək səviyyədə alınıcı baş tutacaq və Türkiyə dövlətinin də Dövlət Təhlükəsizlik Xidməti də yüksək səviyyədə dövlətin təhlükəsizliyini qoruyaraq tədbir baş tutacaqdır. İnşallah COP31 də 2026-cı ildə Türkiyə dövlətində olacaqdır. Bəli, gəlin Azərbaycan dövlətimizin qədrini bilək. Dövlət Təhlükəsizlik Xidməti həqiqətən də Azərbaycanı dövlətin təhlükəsizliyini yüksək səviyyədə qoruyur.